Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Azərbaycan eradan əvvəl 7-4-cü əsrlərdə olan mövzu haqqında danışacağıq. Yazmışıq ki, Kimerlərin Azərbaycana köçü. Gəlin bunu ilk növbədə xərit üzərində analiz eləyək. İskitlər ilk başda harada yaşayırdı? Mərkəzi Asiyada, Altay dağlar ətəklərində. Xərit üzərində göstəririk. Burada yaşayırdı. Bəs yaxşı, Kimerlər harada yaşayırdı? Kimerlər də yaşayırdı eradan əvvəl 8-ci əsrdə Qaradənizin şimalında və Şimali Qafqazda. Xərit üzərində göstəririk. Qaradənizin şimalında və Şimali Qafqaz ərazisində. Bax, bu ərazilərdə yaşayırdı. Elə ki, İskitlər Massagetlilər tərəfindən sıxışdırılıb gəlir bura. Qaradənizin şimalına, yəni Kimerlərin torpağına. Bunlar da başlayır Kimerləri orada sıxışdırmağa. Kimerlər də buradan çıxır eradan əvvəl 7-ci əsrin birinci yarısında cənub istiqamətində hərəkət edirlər. Gəlirlər buradan Dərbət və Dəryal keçidlərindən keçirlər Azərbaycan ərazisinə. Burada iki qora bölünür həmin Kimerlər. Onların bir hissəsi gəlir Manna ərazisində məskunlaşır. Bir hissəsi də gedir Kiçik Asiya ərazisində məskunlaşır. Və biz bura qeyd etmişik, Kiçik Asiya, Manna, həmən söhbət. Yəni bunlar gəlir, Kimerlər Azərbaycan ərazisində iki qola bölünür. Bir hissəsi Manna ərazisində məskunlaşır, bir hissəsi də Kiçik Asiyaya gedir. Həmin o Kimer tayfa birliyinin başçısı da kim olmuşdu? Tuqdami olmuşdu. Onlar Mannada məskunlaşandan sonra Aşşurlarla mübarizədə kimə kömək edirlər? Ahşeriyə və yaxud da Mannaya köməkliyi göstərirlər. İndi yazmışıq ki, İskitlərin Azərbaycana köçü. Bəli, onlar Mərkəzi Asiyada yaşayırdılar. Massagetlilər tərəfindən sıxışdırılır, gəlirlər Qaradənizin şimalına. Orada Kimerləri sıxışdırıb çıxardı və özləri məskunlaşır. Lakin bunlar da köçəri həyat sürdüyünə görə bunlar da Kimerlərin arxasınca gəlirlər Azərbaycan ərazisinə. Azərbaycan ərazisinə gəlib harada məskunlaşırlar? Deyirik şimalda Kürçay, bax xərit üzərində göstəririk. Cənubda da Urmiya gölünə qədər. Təxmini bax bu ərazilərdə yumurladıq. Bu ərazilərdə bunlar gəlib məskunlaşırlar. Və gələndən sonra da deyirik kim başçılıq edirdi bunlara? İşbakay başçılıq edirdi. İşbakay gəlir Kürlə Araz sahillərində, yəni onların arasında olan ərazidə yaşayan tayfaları özünə birləşdirir. Yəni Utidir, Kaspidir, Albandır, həmin tayfaları öz ətrafında birləşdirir. Yazmışıq ki, Aşşur mənbələri İşquzlar. Bəli, Aşşur mənbələrində İskitlər İşquzlar deyə adlandırılırdı. Burada da qeyd etmişik eradan əvvəl 7-ci əsr Mannanın şimalı Mun haqqında danışdıq. İşbakay, Alban, Kaspi, Uti, Mun haqqında məlumat verdik. Aha, indi gəlirik dövlətdən danışmağa. Kimmer, İskit, Sak dövlətinin yaranmasına. Bəli, eradan əvvəl 7-ci əsrin birinci yarısında bunlar bu ərazilərdə öz dövlətlərini yaradırlar. Yəni hansı ərazilərdə? Şimalda Kür çayı, cənubda isə Urmiya gölü ətrafında olan ərazilərdə öz dövlətlərini yaradırlar və deyirik ki, bu dövlət nə bilim İç-Oğuz şahlığı da adlandırılırdı, İskit dövləti də İşquz dövləti kimi də adlandırılırdı. Bu da qeyd etmişik İşbakay, Ahşeri ittifaqı və onun nəticəsi. Bəli, İşbakay gəlir yerli əhali hesabına, yerli tayfalar hesabına öz döyüşçülərinin sayını artırır və deyirik ki, Ahşeri ilə həmin Manna hökmdar Ahşeri ilə ittifaqa girir. Kimə qarşı? Aşşurlara qarşı və hətta bunlar Mannanın ərazisindən keçərək və Aşşur dövlətinin ərazisi buradır. Mannanın ərazisindən keçərək dəfələrlə Aşşur ərazisinə uğurlu yürüşlər eləyirlər. Və ona görə dedikdə Ahşeri niyə ittifaqdan çıxdı Aşşurlarla? Gördük ki, artıq bunun öz müttəfiqi var. Eyni zamanda yazmışıq ki, eradan əvvəl 6-cı əsrin ortaları tabi etdiyi ərazilər. Bəli, eradan əvvəl 7-ci əsrin ortalarında burada səhv yazılıb, bunu düzəldək. 7-ci əsrin ortalarında Kimerləri və Midiyanı bir müddət özündən asılı vəziyyətə salır. Həmin bu İskitlər. Lakin İşbakay öləndən sonra deyirik ki, bunların siyasətində dəyişiklik baş verir. İşbakaydan sonra hakimiyyətə gələn şəxslər Aşşurlarla diplomatik münasibətləri bərpa eləyirlər və ondan sonra İskitlərin Manna ilə olan o ittifaqları pozulur. Bunlar da nə edirlər? Gedirlər Midiyada 28 illik ağalıq eləyirlər. Lakin sonda biz bilirik ki, eradan əvvəl 590-cı ildə Midiya tərəfindən süquta uğradılır. Aha, İndi danışırıq nədən?
Midiya haqqında, yəni Azərbaycan Midiya imperiyasının tərkibində olduğu dövrdə qeyd etmişik ki, Midiya haqqında ilk məlumatlar nə vaxt verilib, harda verilib? İlk məlumatlar eradan əvvəl 9-cu əsrdə verilir. O dövrdəki dövlətlər haqqında harda verilirdi? Aşşur mənbələrində. Elə bunun haqqında da məlumat Aşşur mənbələrində verilmişdi. Matay, Maday, Amaday kimi adlandırılmışdı. Qeyd etmişik ki, eradan əvvəl 673-cü il xalq hərəkatı. Bəli, dedik axı İskitlərin gəlişi bu şərq, bu ərazilərdə olan böyük imperiyaların dağılmasına və yerində yeni dövlətlərin yaranmasına səbəb oldu. Çünki o balaca o xalqlar, əsarət altında olan balaca dövlətlər baxdı ki, bir ovuc İskitlər gəldi, o boyda Aşşur imperiyasını ağır məğlubiyyətə uğratdı. Dedi axı onlar bizə yeni döyüş sənətləri gətirdilər. Məsələn, Aşşurlarda ordu nə cür idi? Biri arabalar idi, döyüş arabaları, bir də piyadalar. Amma İskitlərdə döyüş texnikası nə cür idi? At belində ox atırdılar. İndi onlar ağır piyada gəlir, bunları tuta bilmir. Bunlar da atla qaça-qaça oxla onları vururdu. Ona görə də bax bu İskitlərin gəlib Aşşurları məğlubiyyətə uğratması Aşşurların tərkibində olan dövlətlərdə bir inam yaradır müstəqilliyə qarşı və bunlar başlayırlar. Nə vaxt? Eradan əvvəl 673-cü ildə Midiyada xalq hərəkatı başlayır. Kim kömək eləyirdi bunlara xalq hərəkatı zamanı? Manna və İskitlər kömək eləyirdi. Yəni Ahşeri və İşbakan köməkliyi ilə eradan əvvəl 672-ci ildə deyirik ki, tamamilə, yəni bu Aşşurların ağalığına tamamilə son qoyulur və paytaxtı Ekbatan şəhəri olan Midiya dövləti yaranır. Xəritədə də Ekbatan ərazisini göstəririk. Bəli, Ekbatan paytaxtı Ekbatan şəhəri olan Midiya dövlətini yaradırlar. İndi yazmışıq ki, Kaştaritinin hakimiyyəti. Kaştaritinin hakimiyyətində bizə əsas lazım olan 2 dənə məqam var. Biri odur ki, bax bu dövlət idarəçiliyinə gələn kimi nəsləyanlar var idi də, vilayət hakimləri, tayfa başçıları. Onlar müstəqilliyini itirib saray əyanlarına çevrilirlər və eyni zamanda yazmışıq ki, ədalətli hökmdar. Bəli, bu artıq vəzifəyə gələndən sonra, qanunlar nizamlanandan sonra çalışırdı ki, məsələlərin hamısı, məsələn buna şikayət olunan məsələlərin hamısı ədalətli şəkildə həll olunsun və eyni zamanda bunun qanunları xalq içərisində ədalətli şəkildə bölüşdürülsün. Lakin eradan əvvəl 653-cü ildə artıq döyüşlərin birində dedik axı, İşbakaydan sonra İskitlərin siyasətində dəyişiklik baş verdi. Əvvəlcə bunlar müttəfiq idi. Manna, Midiya, eyni zamanda İskit, bu üçü müttəfiq olmuşdular Aşşurlara qarşı. Lakin İşbakay öləndən sonra Aşşurbanipalın dövründə Aşşurlarda bunların siyasətində dəyişiklik baş verir. İskitlər Aşşurlarla yaxınlaşır və Manna ilə ittifaqdan çıxır, eyni zamanda gedir Midiya ilə mübarizə aparır. Döyüşlərin birində eradan əvvəl 653-cü ildə Kaştariti öldürülür və bundan sonra 28 illik İskit ağalığı dövrü başladı. Harda? Midiyada. Və hətta biz buna nə dedik? Dedik bu 28 illik İskit ağalığı dövrü İskit dövlətinin yüksəlişinin zirvəsi oldu. Bəli, gəlir burada 28 illik ağalıq edir, lakin bu çox çəkmir. Kiyaksar gəlir hakimiyyətə eradan əvvəl 625-ci ildə və Midiyadakı İskit ağalığına son qoydu. Eyni zamanda bax qeyd etmişik, kiçik vilayətləri tamamilə ləğv edir. Bəli, dövləti gücləndirməkdən ötürü islahatlar keçirir bu öz yerində. Bir də bütün kiçik vilayət hakimlərini tamamilə ləğv edir. Baxır ki, İskitlərin sayı azdır, bizim sayımız çoxdur. Gəlib bizdə ağalıq edir. Deyir ki, deməli bizdə döyüş texnikamız yerində deyil. Ona görə də hərbi islahat keçirir, daimi nizami ordu yaradır və İskit ənənələrini tətbiq eləyir. Məsələn, piyadalarla süvariləri bir-birindən ayırır, eyni zamanda süvari atıcılar təşkil eləyir, nizəçilərlə oxçular dəstələrini ayırır. Yəni sırf bu İskitlərin döyüş texnikası əsasında bir ordu yaradır və ondan sonra geniş işğalçılıq siyasətinə başlayır. Həmin vaxtı bu ərazidə olan ən qüdrətli dövlət hansı idi? Bir Midiya idi, bir də Babil idi. Bunlar ittifaqa girirlər və Aşşurlara qarşı mübarizə aparırlar. Eradan əvvəl 612-ci ildə Aşşurları məğlubiyyətə uğradıb, onların əsas paytaxtı olan Niveviya şəhərini tutub yandırırlar və eradan əvvəl 605-ci ildə Aşşur dövlətini süquta uğradaraq Babil və Midiya öz aralarında bölüşdürür. Ondan sonra qeyd etmişik ki, eradan əvvəl 590-cı il imperiyaya çevrildi. Bəli, artıq dedik ki, Manna kimə kömək eləyirdi həmin vaxtı? Xarici siyasətdə səhvə yol verib. Aşşurlara kömək eləyirdi.
Və Aşurlar da tarix səhnəsindən silinəndən sonra meydanda qalır elə Manna. Birinci hədəfi Manna olur. Eradan əvvəl 590-cı ildə Mannanı, ardınca Urartunu və İskit dövlətinin tamamilə varlığına son qoyur və Midiya geniş ərazili imperiyaya çevrilir. Biz danışacağıq indi sonuncu Midiya hökmdarı Astiaqın hakimiyyəti dövründən. Bəli, Astiaq eradan əvvəl 585, eradan əvvəl 550-ci illərdə hakimiyyətdə olur. Artıq Astiaqın dövründə işğallar dayanır. Həmin vaxtı kimlərin xoşuna getmirdi? Hərbi əyanların, döyüşçülərin. Çünki onlar o dövrdə qənimətlə dolanırdılar. Məsələn, indiki məmurlar, bəzi məmurlar çalçapla dolandığı kimi, xalqı soymaqla dolandığı kimi onlar da o cür dolanırdı. Məsələn, o ərazidə çalçap yox idi də, gedirdilər, hansısa bir ərazini işğal eləyirdilər. Həmin işğal etdiyi ərazinin malın, mülkün yığırdılar, əhalisini də qul eləyib Ekbatanda satırdılar. Onunla varlanırdılar, güclənirdilər və artıq işğallar dayanıb, bunların gəlir mənbələri kəsilib, ona görə də başladılar Astiaqa qarşı mübarizə aparmağa. Astiaq da kimdən yaxınlaşmışdı? Maqlarla, yəni Zərdüşt kahinlərlə yaxınlaşmışdı. Zərdüştlər, Maqlar da nə deyirdi? Deyirdi, ölkə ərazisində olan bütün qədim dinlər atılmalıdır və bərabərlik yaranmalıdır. Hamı eyni səviyyədə olmalıdır. Düzdür ki, bu kasıb-küsubun xoşuna gəlirdi. Əhali təbəqələşmə olmaması, hamı eyni səviyyədə olması. Amma əyyanların xoşuna gəlmirdi axı. Onlar deyirdi ki, niyə görə kəndlilər, kasıblar, qullar biz səviyyədə olmalıdır və yaxud da biz qalxıb düşüb onlar səviyyədə olmalıyıq. Ona görə də onun nəvəsi var idi, Mandananın oğlu Kuruş. Fars vilayətinə vermişdi qızının biri Mandana. Onun oğlu Kuruşu təhrik eləyirlər, köməklik eləyirlər və eradan əvvəl 553, eradan əvvəl 550-ci illərdə Kuruşun üsyanı baş verir və nəticəsində Kuruş qalib gəlir, Astiaqı əsir götürür və Midiya dövlətinin varlığına son qoydu. Yerində nə yaranır? Əhəməni, Fars imperatorluğunu yaratdılar. İkinci Kir haqqında danışacağıq. Bəli, deyirik ki, ikinci Kir nə edir? Azərbaycanın ilk növbədə bax bu cənub ərazilərini dövlətə tərkibinə qatır və ondan sonra Araz çayının şimalına doğru gedir. Həmin vaxt orada kim var idi? Qeyd eləmişik. Tomris, yəni bu ərazilərdir. Tomris var idi, Massagetlilər var idi və onlarla toqquşma baş verdi eradan əvvəl 530-cu ildə və həmin toqquşmada deyirik ki, Tomris qələbə çalır və ikinci Kir öldürülür. Ondan sonra biz danışacağıq kimin haqqında? Birinci Dara haqqında. Bəli, birinci Dara hakimiyyətə gələndə ölkəni işğal, daha doğrusu üsyanlar bürümüşdü. İlk növbədə ölkədə olan o üsyanları yatırır. Hətta Azərbaycan, yəni indiki Cənubi Azərbaycan ərazisində də üsyanlar vardı. Üsyanları yatırır və ondan sonra geniş işğalçılıq siyasətinə başlayır. Məsələn, ilk olaraq elə Arazdan şimala yürüş eləyir və həmin ərazilər, yəni Arazdan şimalda olan Azərbaycan torpaqlarını öz işğalı altına aldı. Amma deyirik ki, bu işğal nominal xarakter daşıyırdı və eyni zamanda bunun dövründə əraziləri satraplara bölmüşdü. Çünki geniş ərazilərə əhatə edir. Bir dənə xəritəyə baxın, bir tərəfi gedib çıxır Aralıq dənizinə, şimalda Qara dənizə, cənubda Hind okeanına. Böyük bir ərazidir. Bunları idarə etmək üçün satraplıq, canişinliyə bölünmüşdü, 20 canişinliyə. Və qeyd eləmişik ki, burada satrapların səlahiyyəti. Bəli, satrapların səlahiyyəti nə deyirdi? Müharibə vaxtı ordu yığmalısınız. Bir də vaxtında əhalidən vergiləri yığmalısınız. Amma əhalinin daxili işləridir, adət-ənənələrdir. Bunlara qarışmamalısınız. Yəni bu ilk vaxtlar belə idi. Amma artıq biz görəcəyik ki, eradan əvvəl 4-cü əsrin ikinci yarısında vəziyyət fərqli olacaq. Nə qeyd etmişik bura? Əhəməni işğalının Azərbaycanın şimalına təsiri nə cür oldu? Bəli, deyirik ki, mədəni əlaqələr genişləndi, eyni zamanda iqtisadi və siyasi inkişafa səbəb oldu. Məsələn, ölkə əhalisi siyasi proseslərə qatıldı, maliyyə vergi sistemi inkişaf elədi, iri yaşayış məskənlərini yarandı. Məsələn, deyə bilər ki, Şəmkir rayonunun Qaracəmirli kəndində Əhəməni dövrünə aid saray kompleksi tapılmışdı. Bunlar bunu bizə sübut eləyir. Eyni zamanda qeyd etmişik ki, Əhəməni əsarətinə qarşı mübarizə. Yəni, bax bu Azərbaycan tayfaları, Azərbaycanda yaşayan tayfalar niyə görə Əhəməni əsarətinə qarşı mübarizə aparırdı? Çünki onlar ağır vergi siyasəti və mükəlləfiyyətlər qoymuşdu.
Deyir o kitabda orta məktəb dərsində qeyd olunub ki, ən böyük, ən pisi də elə mükəlləfiyyətlər idi ki, bunları müharibəyə, döyüşə aparırlar. Yəni biz həmin vaxtı necə ki indi mükəlləfiyyət yoxdurmu? 18 yaşına çatanda əsgərliyə gedirik və yaxud da müharibə baş versə, necə deyirlər, bizə səfərbərlik verilir, məcburi müharibəyə aparılırıq da bugünkü gün üçün. Həmin dövrdə də biz bir dövlət deyilik, tayfa idik. Tayfa olaraq da bir dövlətin tərkibində idiksə, həmin dövlətdə də gedib əsgərliyimizi çəkməliydik, müharibə vaxtında döyüşlərə getməliydik. Yəni bu mükəlləfiyyəti niyə bu cür yazıblar? Mənə tam çatmır o məsələ. Bəli, və deyirik ki, ona görə də burada yaşayan əhali onlara qarşı mübarizə aparırdılar və qismən müstəqilliklərini bərpa eləyirdilər. Yazmışıq 3-cü Daranın dövründə ümumi vəziyyət. Bəli, artıq eradan əvvəl 4-cü əsrin ikinci yarısında çöküş dövrü idi Əhəməni Fars imperiyasının. Çünki sosial-iqtisadi vəziyyət pisləşmişdi, tabe edilən xalqlar üsyanlar törədirdi və bu satraplar demişdik, biz deyirlər ki, əhalinin adət-ənənələrinə qarışma, daxili işlərinə qarışma, ancaq vergi yığdı. Həmin bu satraplar bir-birləri ilə mübarizə aparır və hökmdarı saymırdılar. Bu da gətirirdi üsyanlara və siyasi hərcmərcliyə səbəb olurdu. Artıq biz dedik ki, eradan əvvəl 4-cü əsrin 30-cu illərində hakimiyyət mübarizəsi dövləti daha da aşağı vəziyyətə salır və həmin vaxtı bir qüvvə gəlirdi kənardan, qərbdən. Kim idi? Makedoniyalı İskəndər. Bəli, Makedoniyalı İskəndər gəlir. İndi biz Azərbaycan tarixində bir Qavqamela döyüşündən danışacağıq. İndi ümumi tarixdə Qranik İs, onu ümumi tarixdə danışanda danışacağıq. Bəli, deyirik ki, eradan əvvəl 331-ci ildə Cancal düzənliyində, bax bu ərazidə, xərit üzərində göstərək, bu ərazidə bəli, nə baş verir? Qavqamela döyüşü baş verir ki, həmin döyüşdə bax görürsüz qeyd etmişik Kadusi, Alban, Sağcina. Nə deməkdir bunlar? Yəni eradan əvvəl 331-ci ildə Qavqamela döyüşündə Azərbaycan tayfaları da iştirak eləyirdi. Tayfaları, dövlət söhbəti yoxdur. Atropat başçılıq edirdi satrap olaraq. Onun da tərkibində Saklar, Albanlar, Kadusilər tayfa olaraq atropatın başçılığı altında köməyə getmişlər. Sağ cinahda döyüşürlər və hətta deyirik ki, döyüşün başlanğıcında üstünlük atropatın, yəni sağ cinahın əlində idi. Lakin Makedoniyalı İskəndərin döyüş təcrübəsi çox olduğuna görə həmlələr eləyir. 3-cü Dara döyüş meydanından qaçır və Əhəməni dövlətinin taleyi həll olunur həmin Qavqamela döyüşündə. Və bu həm eyni zamanda da bu Albandır, Sakdır, Kadusi tayfalarının atropatın başçılığı altında döyüşməsi biz onu göstərir. Yəni atropat həm Azərbaycanın şimalının, həm də cənubunun satrapı, canişini olmuşdu. Lakin 3-cü Dara qaçandan sonra atropat onu saymır, onun yanına getmir və Zərdüştlüyün dini mərkəzi olan Qazaka şəhərinə gedir ki, deyirik ki, bu da qeyd eləmişik biz. Əvvəlki ilk paytaxtı hara demişdik? Ekbatan demişdik, amma növbəti paytaxtı Persopol şəhəridir ki, bəli, Persopol şəhəri müqavimətsiz şəkildə İskəndər tərəfindən tutulur. Oranın da xəzinəsi ələ keçirilir, Persopol sarayı yandırılır və 3-cü Darada elə yolda geri qayıdan zaman öz adamı tərəfindən öldürülür və bununla da rəsmi olaraq eradan əvvəl 330-cu ildə Əhəməni Fars imperiyası süquta uğradılır və onun tərkibində olan bütün ərazi burada Azərbaycanın şimalı, cənubu da gedir. Kimin tərkibinə qatılır? Makedoniya imperiyasının, yəni İskəndərin imperiyasının tərkibinə qatılır. İndi biz danışırıq nədən? Azərbaycan Makedoniyalı İskəndərin imperiyasının tərkibində olduğu dövrdən, yəni eradan əvvəl 330-dan eradan əvvəl 321-ci ilə qədər olan dövr. Yazmışıq ki, eradan əvvəl 330 satraplar vəzifəsindən uzaqlaşdırıldı. Bəli, gələn kimi İskəndər yerli canişinlərin hamısını vəzifəsindən uzaqlaşdırır və Makedoniyalılar bura canişin təyin eləyir. Lakin sonradan yazmışıq eradan əvvəl 328-ci ildə atropat Kiçik Midiya satrap təyin olundu. Bəli, baxır görür ki, bu elə 3-cü Daranı saymırdı. Həm də ki, bunun xalq üzərində, yəni şimallı, cənublu Azərbaycan üzərində bir necə deyirlər, hörməti var. Bunun sözünü eşidirlər. Ona görə də eradan əvvəl 328-ci ildə atropatı Kiçik Midiyaya satrap təyin edir. Kiçik Midiya nədir? Böyük Midiya nədir? Yazmışıq. İskəndər gələndən sonra Midiyanı iki hissəyə böldü. Cənubi Midiya, Şimali Midiya. Şimali Midiya, Kiçik Midiya. Yəni bildiyimiz Manna ərazisi. Bax bu ərazi. Bura Kiçik Midiyadır. Bax bu ərazidə artıq gedir Böyük Midiya.
Kiçik Midiyanı, yəni Şimali Midiyanı verir Atropata, Böyük Midiyanı, mərkəzi Ekbatan şəhəri olan Midiyanı da öz əlində saxlayır. Məqsəd nə idi Böyük Midiyanı öz əlində saxlaması? Çünki bax bu şərqdən, qərbdən gələn bax bu xəritə üzərində göstərirəm ticarət yolları gəlib Ekbatandan keçib gedirdi. Və bundan da başqa ölkənin şərqi ilə qərbi arasında əlaqə saxlamaq üçün mühüm rol oynayırdı. Ona görə də Böyük Midiyanı öz əlində saxlayır və eradan əvvəl 327-ci ildə Hindistana yürüş edir. Hindistana yürüş edən zaman Makedoniyalı satraplar, canişinlər özbaşınalıq eləməyə başlayırlar. Hansı ərazidə? Ekbatanda, yəni Böyük Midiyada artıq siyasi hərcmərclik başlayır və həmin vaxt Baryaks adlı bir şəxs üsyan başladır. Atropat hardaydı həmin vaxt? Kiçik Midiyadaydı və bilir ki, İskəndər qayıdandan sonra xalqı qılıncdan keçirdirəcək. Ona görə də gedir, Baryaks üsyanını yatırır və Baryaksı da əsir alır, gələndə İskəndərə verir. İskəndər deyir, o Baryaksı da edam elətdirir. Orada özbaşınalıq eləyən Makedoniyalı məmurları da, necə satrapları da edam elətdirir. Və belə bir ifadə var ki, orta məktəb dərsliyində. Deyir ki, Atropat İskəndər Hindistandan qayıdandan sonra öz vəzifəsində qalan yeganə satrap olmuşdu. Yəni canişin olmuşdu. Gələndən sonra hamısını yenə də vəzifədən azad edir. Çünki bir dəfə eradan əvvəl 330-da azad eləmişdi. Bir dəfə də 300 o yerli canişinlər idi. Eradan əvvəl 328-də gələndə də özü təyin elədiklərini azad edir. Lakin Atropat yerində qalır və Atropat deyir ki, nə idi? Həmi diplomat idi də. Gələn kimi onun şərəfinə ziyafət verdirir, eyni zamanda Midiya atları bağışlayır və 100 Amazonka qadın bağışladı. Ondan sonra deyirik İskəndər gedir, birlikdə birinci paytaxt olmuşdu Pella şəhəri, sonradan Babil şəhərinə köçürmüşdü. Elə Babil şəhərində olanda eradan əvvəl 323-cü ildə İskəndər qəfil vəfat eləyir. Ondan sonra hakimiyyəti keçir onun yaxın sərkərdəsi Perdikiya. Perdikiya ilə birlikdə kimdir? Atropat öz qızını Perdikiyaya vermişdi. Eradan əvvəl 321-ci ildə Perdikiyada həlak olur və ondan sonra silah gücünə qurulmuş Makedoniya imperiyası parçalandı. Yerində Selevikilər, Makedoniya, Misir, Atropatena, Albaniya yarandı. Və deyirik ki, Atropatena yeganə dövlət idi ki, onu yaradan Makedoniya Yunan əsilli olmamışdı. Elə yerli əhali yaratmışdı.